Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Sizinlə mənəm Sona Boynuna yaxın bir saat ərzində diş sağlamlığından danışacağıq. Bugün mənim həmsöhbətim stomatoloq, həkimlərimizdən Cavid Davudovdur. Bir neçə dəfə də doktor studiyamızın qonağı olub və çox maraqlı söhbət aparmışıq doktorumuzla. Əminəm ki, bugün də belə olacaq. Mənzil başına tələsən hər kəsə uğurlu yol arzulayıram və elə yol boyunca siz də bizə qulaq asa bilərsiniz ki, diş sağlamlığı üçün, ümumiyyətlə gözəl görünmək üçün, gözəl təbəssüm üçün nə edə bilərik və müasir stomatologiya bunun üçün bizə necə xidmət göstərir axı. Və bu arada siz bizi həm Media FM-in saytından izləyə bilərsiniz, eyni zamanda bütün proqramlarımız YouTube-a yerləşdirilir. Efirimizi izləməyə qaçıran insanlar sonradan YouTube-dan bütün proqramlarımızı izləyə bilərlər. Müxtəlif sahələrdən studiyamızın həkim qonaqları olur və təbii ki, öz sahəsinin öncüləri ilə müsahibəmizi aparırıq hər zaman. Bugün də Cavid Davudovla belə olacaq. Cavid Davudov bugün bizə ilk olaraq deyəcək, immediate implantasiya nədir? Eləmi doktor? Xoş gəldiniz. Necəsiz? Biz görməyəli necəsiz? Görüşməyəni bir müddət oldu. Salamlayıram hər kəsi, xoş gördük. Biz də sizi salamlayırıq. Çox sağ olun. Immediate implantasiya nədir? Immediate, bəli, elə adlanır. Immediate implantasiya dişi çəkdikdən dərhal sonra yerləşdirilən implant proseduruna deyilir. Immediate implantasiyanın üstünlükləri ondan ibarətdir ki, yalnız bir dəfə əməliyyat olunursunuz. Yəni həm diş çəkilir, həm də implant yerləşdirilir. Yəni dişi çəkib gözləməyə ehtiyac olmur. Bəli, mümkündür. Amma bunun xüsusi göstərişləri var. Yəni infeksiyalı proseslər olmamalıdır. Çənə sümüyü kifayət qədər geniş olmalıdır. Belə sadəcə bunlardır. Dərhal implant yerləşdiririk və bir neçə müddət gözlədikdən sonra bir daha əməliyyat olmadan üzərinə diş qoyuruq. Hətta immediate implantasiyada ön bölgələrdə, əsasən ön bölgələrdə, görünən hissələrdə üstünlüyü ondan ibarətdir ki, əgər implantın ilkin stabilliyi yaxşı olarsa, yəni yaxşı tutarsa sümükdən ilkin olaraq, dərhal üzərinə müvəqqəti dişdə düzəldə bilirik. Yəni immediate implantasiya bu dəqiqə arzu olunandır və önə çıxanlardandır. Çünki üstünlükləri saydığım qədər çoxdur. Yəni bir də gözləmirik də diş çək, gözlə yara sağalsın, sümükləşsin. Bir neçə ay sonra yenidən implant, yenidən gözlə. Yəni gözləmə müddəti en qədər qısalır da, yəni çox qısalır. Ona görə həm də doktor, bu əvvəllər çox böyük bir dezavantaj idi. Çünki insanlar məsələn yenə arxa dişlərlə bir təhər yola vermək olurdu bu vəziyyəti, amma ön dişlərdə bu yola verilməzdir. Çünki insan dişsiz qalır və işləyən insan üçün də çox arzu olunmaz bir məqamdır. Çünki bu saç deyil ki, məsələn deyək, əşya olsa dolar, olmasa dolar deyə bilmirik bunu. İşini doğru bilən və işini yaxşı bilən, implant edən həkimlər immediate implantasiyanın tərəfdarıdır. Yəni, doktor, məsələn, bəzən diş çəkəndə mən bu məqamları da istəyirəm sizdən soruşum ki, insanların ağlında belə deyək, boşluqlar qalmasın, sual boşluqları qalmasın. Məsələn, bəzən diş irinləyir. Yəni irinləmiş dişi çəkirsiniz. Doktor hətta onu çəkəndə belə ehtiyatlı olur ki, yəni oradan iltihab atar, beynə yaxın nahiyədir. Yəni istənilən halda qana düşməsi arzu olunmazdır. Belə dişə də məsələn implantı yerləşdirmək mümkündürmü? Ümumiyyətlə irinləmiş aktiv fazada irinli, şişli diş, pasient ağrı ilə, şiddətli ağrı ilə gəlib, yanağında şiş, üzündə şiş, yəni baxırsan konkret irin var və aktiv fazadadır. Bu fazada heç diş belə çəkmək olmaz. Nəinki implantasiya. Biz belə pasientlərə deyirik, müalicə yazırıq, antibiotika terapiya, ağrı kəsici dərmanlar, qarqaralar qeyd edirik. Pasient gedir bir müddət bu dərmanlardan istifadə edir ki, bu aktiv proses lokallaşsın, yəni kiçilsin. Aktiv proseslər olan müddət xəstələrə ümumiyyətlə toxuna da bilmirik. Həmin xəstələri heç keydicilər də götürmür. Yəni keydici iynə vurursan götürmür. Əlbəttə həyati bir məsələ varsa, o başqa. Yəni artıq beyinə falan, göz altına falan böyüyübsə, o üst çənəcə, onu stasionarda qəbul eləmək lazım. Ambulator qəbul olunur. Elə pasientlər stasionara qəbul olunur, stasionarda
həkim əməliyyat edir, narkozla, sedasiya ilə, nə ilənsə. Ondan sonra pasiyent bir neçə gün stasionarda dincəlir. Yəni nəzarət o başqa xəstələrdir. Onlar implantlıq deyil də. Yəni burada həyat məmat məsələsidir. Ola bilər də şiddətli dişdən irəli gələn proseslər ola bilər. Amma belə çox da şiddətli deyilsə, yəni baxanda pasiyentin vəziyyəti qənaətbəxşdirsə, yəni ambulator müalicə edə biləcəksə, dərmanlar yazırıq. Dərmanları içir, irin gedir, azalır. Ondan sonra pasiyent müraciət edir, gəlir, dişini çəkib implant qoyur. Aydındır. Yəni bu istisnalarla aparılacaq bir prosedurdur. Bəli, yəni nə qədər arzu olunsa da bu hər kəsə tətbiq olunmaz. Bəli, istisnaları var. Amma çox vaxt tətbiq oluna bilir. Doktor, mən istəyərdim ümumiyyətlə implantın növlərindən danışaq. Çünki implant elə bir mövzudur ki, əslində yenidir. Həm yenidir, həm insanların ağlında suallar çoxdur, qorxan insanlar da çoxdur. Məsələn, keçən efirlərimizdən birində bunu müzakirə etdik. Çox insan elə bilir ki, hər dişin kökünə bir implant yerləşdirilir. Dediniz ki, bu mümkün deyil. Bütün çənə boyu implant düzülməz. Amma hələ də insanlar buna inanırlar və ağıllardakı o mifləri, yanlış fikirləri götürmək üçün danışmağa ehtiyac var. Hansı növləri var bəs implantın? İmplantlar bir neçə növdür. Klassik implantlar var, adlanır elə klassik implant, yəni bildiyimiz implant üzəri diş. Bir də var bazal implantlar, sümüyün bazal hissəsinə yerləşdirilən implantlar. Bunlar o qədər də çox yayğın deyil. Əsas yayğın olan tip implantlar klassik implantlardır. Vida formasında olan. Bunlar titan materialından hazırlanır və hazırlama materialına görə də iki növdür. Titan və zirkonium tərkibli. Zirkonium da o qədər çox yayılmayıb. Əsasən titan grade 4 markasında olan, yəni ərintisi olan implantlar populyardır və ən çox da osteointeqrasiyası olan, yəni sümüklə birləşməsi möhkəm olan implantlar bunlardır. Əslində o qədər də çox növləri yoxdur. Yəni bir neçə növdür. Əsas ən populyar istifadə olunan klassik implantlardır, titan materialından hazırlanan implantlardır. Doktor, mən istəyirəm danışaq bir qədər şəkərli diabetdə implantların yerləşdirilməsindən. Çünki mən o qədər şəkərli diabet insanlardan eşitmişəm ki, yox, mənə implant olmaz. Mənə ümumiyyətlə əməliyyat olmaz. Həmişə belə deyirlər. Mənə ümumiyyətlə, amma məlumatlı olanlar da var. Təbii ki, öz xəstəliyi barəsində daha ətraflı məlumatı olan, şəkərini yaxşı idarə edən və orqanizmini heç olmasa bir nisbət olaraq tanıyan insanlar bunun necə gedişatda olacağını bilirlər. Amma bu hər kəsə belə deyil. Şəkərli diabeti olan insan implant edə bilərmi? Əslində bəli, edə bilər. Şəkərli diabetə biz baxmalıyıq ki, şəkərli diabetin forması nədir? Yəni aktiv formadadır, yoxsa kontrolda saxlaya bilir pasiyent? Yəni bu pasiyentin özündən asılı bir şeydir. Şəkərini kontrolda saxlaya bilirsənsə, şəkərli diabet olsan belə, yenə də implant eləyə bilərsən. Çünki şəkər normada olmasa qanda yaraların sağalma prosesi gecikir və ya sağalmır. Və ona görə də qorxurlar həmişə. Biz hər hansısa bir yara, heç implant eləməyək, diş çəkərik şəkər xəstəsinə, şəkəri normada saxlaya bilmir, yəni problemləri var şəkərlə əlaqəli. Diş çəkərik, o yara sağalmaz, qanıyar, iltablayar, sinirini çıxararıq, həmin dişdə problemlər yaranar, qanıya durar. Yəni belə problemlər yaşayır. Yəni bu təkcə implantasiya ilə əlaqəli deyil, ümumiyyətlə sağlamlıqla əlaqəli bir şeydir. Yəni bir pasiyent bəli, şəkər xəstəsidir, amma insulinlə və ya başqa bir preparatlarla şəkərini normada saxlaya bilirsə, yəni Ədətən şəkər xəstələrinin şəkər ölçən aparatları olur. Hər gün maraqdan belə olsa, özlərini yaxşı hiss eləsələr belə artıq professional olurlar. Bəli, vərdiş halına gəlirlər, bunu ölçürlər. Və eləməyən insanlara da buradan bir belə deyim, müraciət xarakterli bunu deyək ki, eləmək önəmlidir. Yəni çox yaxşı olar ki, dövlətin verdiyi bu cihazları yanınızda saxlayasınız. Əgər istifadə edə bilmirsinizsə, onun istifadə qaydalarını öyrənəsiniz. Çünki şəkərli diabeti nəzarət etmək üçün ən ideal vasitələrdən biridir. Və şükürlər ki, dövlət də bunu təmin eləyir diabetli xəstələr üçün. Siz şəkəri kontrolda, ümumiyyətlə şəkəri kontrolda saxlaya bilmirsənsə, özünü avtomatik olaraq pis hiss eləyəcək insan. Əlbəttə, yəni, bütün orqanlarına ziyandır bu. Bəli, bunun çarəsini hər an dərhal qəbul eləmək istəyəcək nəsə ki, şəkəri normaya salsın. Əlbəttə. Şəkəri qalxan, düşən insanlar özlərini normal hiss eləmir. Yəni huşunu belə itirməyə, ölümə belə gətirib çıxara bilər də bu.
Şəkərli diabetə nəzarət olmazsa olmaz və mütləqdir. Yəni bunun başqa bir çıxış yolu yoxdur. Doktor, laxtalanma sistemində problem olan insanlar necə? Laxtalanma sistemində yenə problem olan insanlar, bəli, qan durulducu və yaxud da ki, dərmanlar qəbul edən insanlar biz məsləhət görürük ki, qan durulducu dərmanlar bir neçə gün qəbul eləməsin. Əməliyyata bir neçə gün qalmış qəbul eləməsin. Həkimə gələrkən bildirməsi önəmlidirmi? Bəli, bildirməsi önəmlidir. Çünki qan axma bizim üçün böyük problemlər yarada bilər. Ona görə qan durulducuları məsləhət görür ki, 1-2 gün qəbul eləməsinlər və 1-2 gün implant qoyulandan sonra. İmplant qoyulandan sonra hər an qəbul eləyə bilərlər. Orada bir problem yoxdur. Əsas qan laxtasının orada əmələ gəlməsidir yara yerində ki, siz işinizi görə biləsiniz. Biz işimizi rahat görə bilək. Həm işimizi rahat görə bilək, həm də ki, yara sağalması problem olmaz. Çünki qan durulducu içənlər qan laxtası əmələ gəlmə faktorları zəif olur. Zəif olduğu halda da həmin yaralardan daimi qan axır. Kapillar qan axma belə olsa və yaralar sağalmır da. Yaranı sağaldan qan laxtasıdır. Doktor, revmatoid artrit kimi iltihabi xəstəliklər də var və yetəri qədər də bu xəstəliklərdən əziyyət çəkən insanlar var. Onlarda necə müdaxilə olur? Bir stomatoloqa maneədirmi bu xəstəliklər? Yenə deyirəm, revmatoid artrit də bunun mərhələləri var, müalicəsi var və pasiyent özünü, bu bəli, xroniki bir xəstəlik kimidirsə və pasiyent mütəmadi olaraq dərmanlar qəbul edirsə, bunun o qədər bir böyük əks göstərişi yoxdur. Həmin dərmanları normalda qəbul etsin və artritin inkişafının qarşısını alsın, implant edə bilər. Həm də doktor, burada fonda iltihabi prosesin olması da stomatoloq üçün arzu olunan deyil. Çünki biz bilirik bu xəstəlik daim fonda bir iltihabın yaranmasına səbəb olur. Təkcəsində dişdə deyil, bildiyim qədərilə bütün orqanlarda belə olur. İltihabi proses gedir bədəndə. Biz implant əməliyyatında çəkinirik hansı xəstələrdən? Onkoloji xəstələrdən. Bəli, onkologiyada var. Onkologiya birbaşa əks göstərişdir. Yəni onkoloji xəstə məsləhət deyil ki, implant eləsin. Çünki yəni aktiv fazadan gedir söhbət. Bəli, aktiv faza və sağaldıqdan 1 il sonra. Yəni hətta sağaldıqdan 1 il sonra. Çünki həmin dərmanlar orqanizmdən yəni çıxma müddəti var da və kimyəvi dərmanlar və dərhal onların dərmanları kəsilmir. Bir müddət müəyyən başqa dərmanlar da içirlər ki, bu etdiyi müalicələr onkologiya geri qayıtmasın da, özünü yaxşı hiss eləsə belə. Bunlar bu bisfosfonat adlı dərmanlar içirlər uzun müddət. Məsləhətdir ki, həmin dərmanlar içən pasiyentlərdə implantlar eləməyək. Çünki osteointeqrasiya sümükləşmənin zəiflədən dərmanlardır. Yəni sümük problemləri yaranacaq. Bəli. Yəni sümük əmələ gəlmə prosesləri getmir demək olar ki. Və qoyduğumuz implantlar sadəcə tutmayacaq, düşəcək. Aydındır. Deməli bu osteoporoza da aiddir. Mən istəyirəm elə osteoporozdan da danışaq. Bəli, osteoporoz da eyni cür. Osteoporoz da eyni cür, yəni olmaz. Yaxşı deyil. Tutmama ehtimalı çoxdur. Bəzən olur tutur, kimdəsə, misal ki, çox implant qoyursansa bir pasiyentə 7-8 dənə qoyursansa bir 2-3 dənəsi tutmaya bilir də, yəni ola bilir. Yəni insan həm pasiyent narahat olacaq, həm həkim narahat olacaq, arzu olmayan nəticəmiz var. Bəli, yəni zəmanətli bir iş olmayacaq. Ona görə də müəyyən xəstəlikləri nəzərə almağımız önəmlidir. Mən bu xəstəliklər barəsində niyə ayrı-ayrılıqda detallı sual verdim doktorumuza? Çünki bundan əziyyət çəkən, çoxlu sayda ağlında sual olan insanları çox görmüşəm və mənə olmaz deyib qəti qərar verən insanlarda və kimlərə olmaz, hansı mərhələdə və necə bu implantlar yerləşdirilməlidir? Cavid doktor suallarımızı cavablandırdı. Bugün bizim studiyamızın qonağı Cavid Davudovdur, stomatoloq doktorumuz. Doktorla əlaqə saxlamaq istəyənlər 077 750 56 56 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Çox rahat və yadda qalan bir nömrədir. 077 750 56 56 nömrəsi ilə əlaqə saxlayıb doktorla öz problemlərinizi, stomatoloji hər hansı problemləriniz varsa, xüsusilə də implantla bağlı məsələlərinizi həll edə bilərsiniz. Media doktoru dinləyirsiniz. Media doktoru dinləyirsiniz. Sizinlə mənəm Sona Boynuna. Verilişimizin artıq 15 dəqiqəsini demək olar geridə qoymuşuq. Mənim bugün həm söhbətim Cavid Davudovdur, həkim, stomatoloq doktorumuz. Doktorla əlaqə saxlamaq istəyənlər 077 750 56 56 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Bu arada doktorumuz hal-hazırda TikTokda da canlıdır. Suallarınız varsa ünvanlayın oradan. Elə onları da efirdə cavablandıraq. Çünki bayaq eşitdim doktorumuz maraqlı suallar oxuyurdu. Oradan pasiyentlərin ünvanladığı suallar var. Çalışacağıq elə onları da efirimiz
tez müddətincə cavablandıraq. Bu həm də həmin mövzuda maraqlanan digər insanların da sualını cavablamış olar. Hal-hazırda isə implantlara qulluq mövzusu ilə davam eləyəcəyik. Çünki implantlar yaxşı yerləşdirildi, orqanizm buna cavab verdi, hər şey qaydasında, həkim öz işini layiqincə gördü. Bəs yaxşı, bundan sonrası necə olacaq? İmplantlara qulluq əslində ən əsas şey, baxın, buradan sonra başlayır. Çox insan yanılır, elə bilir implant ömürlükdür deyiriksə, bir ömür boyu buna yəni qulluq eləməsən də çürümür, eləmir, elə bilirlər ki, heç vaxt heç nə olmaz. Çünki dişlərə qulluq eləməsək çürüyür, karislər yaranır. İmplantda karis yaranmır. Bəs nə yaranır? İmplantda periimplantit deyilən bir termin var. Yəni? İmplant ətrafı toxumaların iltablaşması. Bu niyə olur? Diş ətinin və sümüyün. Qulluq olunmadığı zaman bu proses baş verir. İmplantların ətrafında, implantın üzərinə qoyulan dişin ətrafında ərp yığılır, yemək qidaları toplanır və həmin qidalar daşlaşır və bu daşlar böyüyür implantın boynu tərəfə, damağın altına və sümüyə. Qulluq necə olur? Qulluq sadəcə bildiyimiz dişlərə qulluq olunan kimi evdə şəxsi gigiyena, fırçalama, diş saplarından istifadə etmə. Bir də xüsusi duşlar var, irrigator deyilir. İmplant eləyən pasientlər çox istifadə edir. İrrigatorla həmin ev şəraitində. Bəli, ev şəraitində xüsusi aparatdır. Belə püskürtmə üsulu ilə su vurur. Orada təzyiqini ayarlaya bilirik. Bəli, həmçinin də püskürtmənin tezliyini. Hər pasient özünə individual olaraq onu ilə fırçalayır və həmçinin də 3 aydan bir məsləhətli implant qoydurduğunuz həkimdə gedib həmin implantları yoxlatmaq. Çünki nə qədər də siz özünüz onu təmizləməyə cəhd eləsəz, təmizləmə bilmədiyiniz yerlər ola bilər. Əl çatmaz yerlərə qida qaça ola bilər. Bəli. Yaxşı olar müraciət eləyəsiniz, həkiminiz də baxsın, kontrolda saxlasın və həmçinin bəzi implantların biz çalışırıq üzərinə dişləri elə işləyək ki, həmin dişlər sökülüb taxıla bilən olsun. Bəli. Yəni ehtiyac olarsa, bəli, vidası olur. Vidadan dişi, üzərindəki dişi açırıq, çıxarırıq, kənarda yuyub təzədən taxırıq. Bəli, bəzən körpüvari konstruksiyalar, böyük konstruksiyalarda bu çox böyük bir üstünlükdür. Bunu sadəcə ildə bir dəfə falan eləsəz bəs edir. Hər dəfə bunu eləməyə ehtiyac yoxdur. Amma baxımına diqqət yetirmək lazımdır. Yalnızca implantların qulluğu, xüsusi qulluğu və baxımı implantların ömrünü uzadır və ömürlük sizə xidmət etməyə hazır olur. Nail olursunuz da buna, bildiniz necə? Doktor, yaşı varmı implantın? Məsələn, neçə yaşda implantı tətbiq eləmək olar artıq? 18 yaşdan yuxarı. 18-dən yuxarı. Yəni sonu yoxdur. Yəni 18 yaşdan yuxarı. 18-dən aşağı niyə olmaz? 18-dən aşağı çənələr tam formalaşmadığı üçün. Anatomik olaraq quruluş yekunlaşmır. Bəli, hələ inkişaf gedir, çənə sümükləri dəyişir, dişlər yerlərini dəyişir, yeni dişlər çıxır. Yəni 18 yaşına qədər bu proses gedir də. Diş çıxdıqca ətrafında sümük əmələ gəlir, böyüyür, çənə genişlənir, daralır hardasa. Yəni bu proseslər getdiyi üçün biz bugün implant yerləşdirdiyimiz, deyək ki, 13 yaşında bir uşağa implant yerləşdirdik. Bir ildən sonra o implant yerləşdirdiyimiz yerdə olmaya bilər və o biri dişlərə mane ola bilər. Yəni problemlər yarada bilər. Yaxşı olar 18-dən yuxarı. 18 yaşına kimi də hər hansısa bir dişlərini itirərsə, müvəqqəti konstruksiyalarla necəsə o yeri tutmaq olar dişlə. Ondan sonra yerinə implant qoyub diş qoymaq olar. Doktor, uşaq stomatoloq olmasınız da, amma bunu sizdən soruşmaq istəyirəm. Bəzən travmalar və s. nəticəsində uşaqlar görürsünüz, xüsusən də ön dişlərini bəzən tamamilə itirirlər. Onlara ən azından onların çeynəməsinə, dişləməsinə kömək etmək üçün müvəqqəti müdaxilə etmək olurmu? Olur. Xüsusi yer tutucular var. Çeynəmə dişlərini, əsasən də çeynəmə süd dişlərini itirən uşaqlara xüsusi yer tutucu belə qapaq halqalar var. Bir dişin üzərinə keçirilir, o biri dişlə arasında məsafə saxlayır ki, altdan gələn dişin yeri boş qalsın. Yan dişlər ora əyilməsin, belə daimi dişlər çıxma. Başqa müvəqqəti protez kimi belə lövhələr qoyula bilər həmin yerdə ki, altdan diş gələndə yenə o yer bağlanmasın və yaxud da ki, estetik qüsurdur, ön dişi yoxdur. Ön dişinə akrildən hazırlanmış plasmas dişlər qoyula bilər. Düzdür, çıxarılıb taxılan bir şey olacaq. Amma müvəqqətidir də bu da. Daimi diş gələnə kimi süd dişinə əgər itiribsə,
Belə eləmək olur, yəni uşaqlarda adətən belə olur. Bir də doktor bilirsiniz, bu ağız quruluşunun anadan gəlmə anomaliyalarında da ciddi problem olur. Məsələn, dovşan dodaqlıq, qurdağızlıq, orada da dişin bəzən ümumiyyətlə mayası olmur deyə həkimlər problem yaşayır. Eyni zamanda da uşaq hamıdan çox problem yaşayır. Burada müdaxilə necə olur? O uşaqlara necə? O qədər də sahəm deyil, amma deyə bilərəm ki, bu cərrahi bir proses. Bəli, bunu üç-çənə cərrahı, uşaq cərrahları eləyir bunu və bu stasionarda olunan bir prosesdir. Yəni sonradan dişlərin də qoyulmasını həmin həkimlərin aparır. Üst çənələrin birləşməməsi falan. Bəli. Bunlar əməliyyatla açılır həmin yara, yenidən rekonstruksiya olunub tikilir. İndi bunların o qədər detallarını bilmirəm, ona görə çox da fikir yürütmək istəmirəm. Mən əslində sırf diş tərəfinə maraqlanmaq istəyirdim sizinlə ki, çünki o uşaqlar da əziyyət çəkir axı. Əziyyət çəkirlər, onlar da gələcəkdə implantlardan, qapaqlardan, belə şeylərdən məcbur olaraq istifadə eləmək olur. İndi uşaqlıq dövrünü keçirdikdən sonra məcbur nəsə bir şey eləməlidirlər, qüsura uyğun olaraq. Doktor, keçən efirimizdə ünvanlandığım o sualı yeni ünvanlayacağım. Sizə buyurun. İnsanların fikrindəki o yanlış düşüncəni silmək üçün bütün çənə boyu, belə deyək, diş diblərinə implant yerləşdirilmir. Yəni bir çənəyə nə qədər implant yerləşdirmək olar? Yəni 32 dənə implant deyirsiniz deyək də. Yəni mümkün də eləyə bilərik. Pulunuza minnət. Normalda 6-8 implant bəs edir ki, çənəmə funksiyasını bərpa edək bir çənəyə. Yəni alt üst çənə ya 12 ya 16 implant bəs edir. Çıxmayan daimi dişlər qoyulmaq üçün. Bəzən olur 4 implant da bəs edir. Yəni bu çənənin həcmindən asılıdır. Və çənədə olan sümüyün həcmindən asılıdır. Həm çənənin öz razmeri, yəni böyükdür, kiçikdir, həm də öz sümüyünün səviyyəsi, yəni hardasa, misal üçün çox vaxt all-on-4 deyilən bir texnika ilə implantlar yerləşdirilir. Hər şey 4-ün üzərində. 4 implantın üzərinə daimi çıxmayan dişlər yerləşdirilə bilər. All-on-4 bu alt çənələrdə, əsasən alt çənələrdə olur. Üst çənələrdə də arxa nahiyələrdə sümük ərmələri olan pasientlərdə olur. Yalnız ön hissədən dəstək alaraq xüsusi bucaq altında implantları yerləşdirərək arxalara diş uzada bilirik. Həm çeynəmə nahiyəsində, həm də ön nahiyəsində dişlər olur. Yəni bu all-on-4-dur. Bu 4 implant üzərində o qədər də stabil, yaxşı olmur, çünki boşluqlar çox boşluq olur da, yəni bunlara çox qulluq lazımdır. Yaxşı olar bunlar vintli olsun, arada açıb təmizləyib taxıla bilən olsun bu həkim yavulunda. Doktor, bu maddi olaraq təsir edirmi prosesə? Bəli. 6 implantın maddiyyatı daha çoxdur. 4 yox, vintliləri deyirəm, deyirsiniz. Bəli, fərqlidir, qiymətlər fərqlidir, bəli, dəyişir. Vintlilər daha yəqin ki, bahadır. Bahadır, çünki orada əlavə bir neçə vint istifadə olunur, əlavə multi deyilən abatmenlər var, keçirici hissələr. Onlar bahalıdır, onlar istifadə olunur, ona görə təsir edir, bəli. Doktor, həm implant, həm Hollywood gülüşü eyni anda mümkündürmü? Hollywood gülüşü görüntü mənşəyi bir sözdür. Bəli. Yəni sadəcə güləndə Hollivooddakı o aktyorların gülüşünə oxşatmaq mümkündür. Daha bəyaz, daha incə, mümkündür. İstədiyiniz rəngdə, istədiyiniz formada dişlər, yəni dişsiz çənədə boş sahədir də, yəni istədiyini ora çəkə bilərsən, hazırlaya bilərsən. Doktor, diş rənginə necə qərar verilir? Diş rənginə pasientlə birgə qərar verilir. Əlbəttə ki, bizdə xüsusi şkala var. Orada dişlərin rəngi var. Ən ağdan ən sarıya qədər istifadə etdiyimiz materialların rənginə uyğun olaraq pasient özü seçir, göstəririk. Əgər tam dişsiz çənədirsə, əlbəttə seçim haqqı var, formasını da seçə bilər, rəngini də seçə bilər. Doktor, bəzən olurmu ki, məsələn, deyəsiz insana ki, bu forma sizin üz quruluşunuza yaraşmır? Olur. Bəli, olur. Pasient bilmir hansı rəngi seçsin, hansı formanı seçsin. Çox vaxt pasientlər özləri bizə həvalə edir ki, siz seçin. Qəşəng görsənsin deyir. Pasient bir dənə gözəl görsənmək istəyir. Başqa heç nə istəmir. Amma nadir hallarda olur ki, deyir, konkret gəlir deyir, bax mən bu formada istəyirəm, bu rəngdə istəyirəm. İstəyirsiniz, çox gözəl o formada, o rəngdə də elə, o cür hazırlayacaq. Çünki bəzən insanların üzünə baxanda hədsiz dərəcədə
ağ dişlərdən istifadə etdiklərini görürük. Məncə bu heç də xoş bir şey deyil. Ən azından insanın dəri rəngi, göz rəngi və zövq məsələsi var da. İndi insanın zövqü odur, onu istəyir. Doktor, burada düşünürəm ki, bilirsinizmi günahkar kimdir? Vaxtilə çox məşhur diş macunlarının üzərində olan o görüntülər. Hamı niyəsə ona bənzəmək istəyir. Kameralardır günahkar. Kameralardır günahkar əslində. Amma normalda həqiqətən insanın öz anatomik quruluşları var və hər kəsin öz anatomik quruluşu özünə məxsusdur. Onun fərdiliyini təşkil eləyir, onun özünə məxsusluğunu ortaya çıxarır. Təbiətcə dişlərin formasını insanın üz cizgiləri təyin eləyir. Yəni hər şey bir harmoniyadadır. Üz cizgilərinə uyğun dişlərin formaları var. Yəni bunu biz hətta proqramlarda, dizayn proqramlarında dişlərin dizaynı üçün xüsusi proqramlar var. Orada şablonlar kimi də bunlar hazırlanır. Bəli, hazırlanır, şablonlardır. İnsan üzünü, şəklini, portret şəklini proqrama yerləşdiririk və proqram bizə artıq verir ki, bu üzün quruluşuna uyğun bu dişlərdir. İstəyirsənsə seçə bilərsən. Düzdür, üzərində müəyyən dəyişikliklər istəsəz eləyə bilərsin. Proqramda da nə istəyirsə eləyə bilərsiniz. Doktor, keçən efirimizdə səhv etmirəmsə belə bir söz dediniz ki, insanın diş rəngi göz ağı ilə təqribən eyni tonlarda olmalıdır. Yaxın tonlardadır, bəli, yaxın tonlarda. Yəni ondan daha ağ olması daha ağ olması çərçivədən gözə çıxır. Batacaq da, bəli, gözə batacaq. Əslində bu çox maraqlı məlumat idi. Göz ağı o qədər də gözə batan az olduğu üçün, bəli, əsasən dəri rənginə biz götürürük. Açıq dərili, açıq saçlı insanlara açıq rəngli dişlər, biraz əsmərlərə, bəli, nisbətən daha təbii dediyimiz rənglər olmalıdır, bəli. Doktor, ağrılı prosesdirmi implantasiya? İmplantasiya qətiyyən heç ağrılı proses deyil. Çox insan yanılır. Yəni diş çəkimi hətta bəzən ağrılı ola bilər, amma implantasiya ağrılı proses deyil. Diş çəkimindən də rahatdır, eləmi? Bəli. Diş çəkimi çünki İnanın əksini düşünürdüm. Bəli, çünki fikirləşirdim ki, orada bir müdaxilə və sair yəqin ki, ağrılı olar deyə düşünürdüm. Heç ağrılı, biraz xoş olmayan prosesdir. Ağızda aparat işləyir ona görə. O da ağrı ilə heç bir əlaqəsi yoxdur. Diş çəkimi bəzən ağrılı olur. Pasiyentlər adətən nə vaxt implantda ağrıları hiss eləyir. O iltihablı falan dişi çəkib dərhal qoyurlar implant. Onda ağrılar ola bilir. Normaldır. Yəni tabii proses var orada, soquldayacaq. Bəli. O da diş çəkilib deyə ağrıyır. Orada dişin bağları var. Bağlar da sinirli bağlardır. O bağları biz pozuruq, qoparırıq və dişi çəkirik. Və bağlarla bir yerdə sinir ucları da qopur. Çoxlu sayda sinir ucları olur o bağlarda. Ağrı buna görə olur. Bu sinir ucları qopduğu üçün, zədələndiyi üçün bir müddət bəli ağrıyır. Amma çənə sümüyünün daxilində sinir ucluqları yoxdur. Biz biz keyitməni nə üçün eləyirik? Damağında problem var. Sinir ucluqları. Yəni damaqda kəsik atacaq ona görə. Yoxsa damaq olmasa canlı insan sümüyünü nəsə eləsən heç bir ağrı hiss eləməz. Aydındır. Sinirlərə görədir hiss etdiyimiz ağrı. Doktor, siz belə ağrıdan danışdınız. Yaşadığım rayonda, deməyəcəm harda, Hicran adında bir stomatoloq həkim var idi. Bütün şəhərin gözünün odunu almışdı. Necə çəkirdisə, yəni diş çənədən çıxırdı. Üstündə sümükləri ilə. Çənə ilə bir yerdə çıxırdı. Və həqiqətən də bütün şəhərin bir fobiyası idi həmin insan apardığı. Nə yaxşı indi stomatoloqlar belə deyil. Çünki biz əgər diş çəkdiyimiz zaman implant qoymaq istəyiriksə, çənə sümüyünə bizim ehtiyacımız var. Biz o qədər ehtiyatla o dişi oradan çəkməliyik ki, 1 millim belə sümüyü zədələmədən və yalnız dişi oradan götürməyə çalışmalıyıq ki, biz oraya implant qoyacağıq. Yəni, bu müasir stomatoloqların o qədər həssaslıqla, o qədər səbirlə davrandığını görürəm ki, şəxsən özüm də bir neçə proses keçmişəm, gördüm. Lazımdır, sümük bizə lazımdır ona görə. Əvvəldə lazım deyildi. Bu qədər dərin düşünmürdülər onu. Diş, damaq qarışıq tutub çəkirdilər. Damağı da zədələyirdilər. Bəli. Sonra orada belə böyük bir çuxur əmələ gəlirdi. Uzun müddət insanlar ağrı ilə qıvranırdı. Və bəli, gələcəkdə də böyük sümük defektləri əmələ gəlirdi. Bəli, orada dişlər əyilir. Gəl indi oranı bərpa elə. Sümük defektlərini bərpa eləmək çox çətindir.
Doktor, bugün şükürlər olsun tibb çox inkişaf eləyib. Məsələn, mən uşaqlıq dönəmimlə bunu müqayisə eləsəm çox ciddi fərqlər var. Hətta bu verilişlərə, tibbi verilişlərə başladığım illərlə müqayisə eləyəndə yenə də ciddi fərqlər var. Çünki o qədər sürətlə həkimlərimizin biliyinin artması, tibbin sürətlə inkişaf etməsi, yəni hər tərəfdən tibb inkişaf eləyir. İnkişaf çox var. Bugün insan öz stomatoloqunu necə seçməlidir? Əvvəllər belə bir avantajımız yox idi. Rayonda bir-iki həkim var idi, hamı da onun yanına gedərdi. Amma indi çoxdur. Sevinirəm əslində çox olmasına da. Stomatoloq seçimi həqiqətən çox həssas və vacib mövzudur. Və uzun mövzudur əslində, amma qısaca deyə bilərəm ki, aldanmayın. Yəni görünüşə, görüntüyə aldanmayın. Doktor, bugün stomatologiyada boşluqlar nədir? Bir peşəkar olaraq gördüyünüz nədir? Yəni bugün insan nədən ehtiyat eləsin? Yəni bir pasiyentin stomatoloq həddindən artıq çoxdur, amma doğrusunu seçmək çətindir həqiqətən. Mən özüm bir stomatoloq olaraq özümə stomatoloq seçməyə də belə çətinlik çəkirəm də, yəni. Çünki mən özüm stomatoloqam da, bilirəm çox şey. Həmçinin bunu düşünmüşəm. Yəni yaxşı bir həkimin görəsən kimə müraciət etmək seçimi olur? Çox şeyə fikir verirəm və çox elədiyim kimi olsun istəyirəm və ondan daha üstünü əlbəttə ki istəyirəm olsun. Məndən daha yaxşısını eləsin. Bəli, özümdən daha yaxşısına tapşırmaq istəyirəm də, yəni dişlərimin. Ona görə biraz mənim üçün çətindir. Amma pasiyentlər seçərkən, yəni vicdanlı olması, bilikli olması, yəni insan olmalıdır da, yəni insani xüsusiyyətlərə malik olmalıdır ümumiyyətlə həkim. Çünki biz insanla işləyirik. Bölgələrdən birində doktor istirahətə getdiyim vaxt dişimdən çox bərk ağrı başladı. Əslində müalicə elədiyim diş idi. Hər şeyin qaydasında olduğunu düşünürdüm, amma gördüm belə olmadı. Təcili stomatoloji kabinetlərdən birinə yaxınlaşmalı oldum. O qədər faciəvi bir mənzərə ilə qarşılaşdım. Mən şükürlər olsun həmişə yaxşı həkimlərlə qarşılaşdığım üçün, yaxşı həkimlərin yanında olduğum üçün, yəni həqiqətən peşəkar tibbi qulluq gördüyüm üçün o mənzərə mənim üçün həqiqətən dəhşət verici idi və stomatoloji kabinetdən gedir söhbət. Hər şey bir kənara, dəhşət antisanitariya idi ətraf. Pasiyentlər üçün belə bir tiyo verim. Klinikaya daxil olduğu zaman xüsusi poliklinikadan qoxu gəlir. O stomatoloji poliklinikaların o dərmanın, o formalinin iyi gəlir. O iyi gəlməməlidir. O iyi gəlirsə bilin ki, orada yaxşı işlər görmürlər. Nəinki formalinin iyi, nəinki formalinin iyi. Yəni gözlə görüləcək dərəcədə vəziyyət dəhşətlidir və sonra mən rayon insanlarından eşitdim ki, insan yonulmuş dişin iyi gəlir. Susuz dişləri yonanda bütün klinikanı iyi bürüyür. Eynən, çox antisanitariya bir vəziyyət və hətta doktor sonradan rayon adamlarından eşitdim ki, sən demə o həmin insan, getdiyimiz klinikadakı insan heç diş həkimi yox, texnoloq imiş. Yəni texniki üçün, yəni həkim köməkçisidir əslində. Diş həkimliyi eləyir. Var, təəssüflər olsun, var. Çox yaxşı olar ki, bu sahəyə ciddi nəzarət olsun və bunun, çünki bilirsinizmi, biz bugün hepatoloq doktorlarımızla danışanda orada nə qədər yoluxan insanlardan danışırıq ki, diş stomatoloji klinikalar çox ehtiyatlı olmalıdır. Və ən pisi də budur ki, sübut eləyə bilmirsən ki, siz həmin yerdən yoluxmusunuz. Necə sübut eləyəcəksən? Yəni 6 ay sonra bəlli olur ki, sən spitsən, hepatitsən. Və insan bilmədən öz probleminin üzərinə yürümüş olur həmin klinikada. Ona görə təmizliyə fikir verilən yer olmalıdır. Avtoklabların olmasına diqqət eləyin. İnsan, məsələn, mən həmin rayondakı insanların yerində olsam, məsələn, onunla bağlı Səhiyyə Nazirliyinə şikayət eləyərdim ki, yəni insan burada antisanitar bir vəziyyətdə insanlara stomatoloji müdaxilələr eləyir. O dişi yonan başlıqlar var. Bəli. Onlar sterilizasiya olunmalıdır. Bəli. Avtoklavlarda. Onları çox adam eləmir. O hava və su spreyi vurur ağız boşluğuna və ağız boşluğundakı su ilə qanla o hava qarışır. Və ayağımızı pedaldan götürəndə, o vurma kəsiləndə onun bir hissəsi daxilinə keçir. Kanalları var, xırda kanalları var, onun aparatları var dezinfeksiya eləyən. Çox adam onu mən fikir verirəm, eləmir. Yəni mən o şeylərə fikir verməliyəm də. Bəli. Düzdür, pasiyentlər onu yoxlaya bilmir çox vaxt, amma ən azından yoxlayama imkanı varsa bir həkimdən soruşsun da bunlar sterildir, steril deyil.
Ümumiyyətlə gözlə görüləcək hər şey insanlar müdaxilə etməyi bacarmalıdır. Ən azı müdaxilə etməlidir. Yəni sən bura gəlmisən, sən bir xidmət görmək istəyirsənsə, sənin sağlamlığındır. Sən sabah hansısa bir virusa, infeksiyaya yoluxsan, uzun illər onun müalicəsini alacaqsan. Məsələn, elə hepatitlərin biri yoluxsa bəsindir. Ona görə insanlar da burada çox tənqidi yanaşmalıdırlar bu məsələlərə, göz açıq olmalıdırlar, xüsusən də bölgələrimizdə. Doktor, mən istəyirəm bir qədər implantların belə deyək, bayaq düzdür dediniz ki, diş çıxan kimi müdaxilə edəcəyimizlər var. Amma elə insanlar olur ki, məsələn, qarşıda toy var, hər hansı bir xüsusi günlər var və hər şeyin qaydasında olmasını istəyir. Həmin insanlar nə zaman müraciət etməlidir? Ən gec halda stomatoloqa. Yəni dişi yoxdursa. Bəli, məsələn, implant yerləşdirəcək ya da ki, bir qapaqlar, vinirlər qoyulacaq. Olar. Yəni görünən hissələrdə, ön bölgələrdə, ön dişlərdə əgər dişlərin biri yoxdursa, toy olsun, olması fərq etmir bizim üçün. Biz həmişə məsləhət görürük ki, implant, diş çəkimi, əgər kök qırıntısı falan varsa çəkimi, implant və dərhal üzərinə müvəqqəti diş məsləhət görürük. Əlbəttə bunun üçün öncədən analizlər aparmalıyıq. Kompüter tomoqrafiyası etməliyik, sümüyün həcminə, sıxlığına, vəziyyətinə baxmalıyıq. İmplantı hara qoyacağıq, hansı ölçülərdə implantlar yerləşdirəcəyik və bunun üzərinə diş qoya bilərik və bilmərik. Bunu pasientlə müzakirə edirik və istəyimiz odur ki, görünən hissələrdə implant qoyub üzərinə dərhal 1 və yaxud da ki 2 gün sonra müvəqqəti diş qoymaqdır. Bəli, həmin diş də funksional olmayacaq, sadəcə görüntü üçün. O biri dişlərdən biraz qısa olacaq ki, yan hərəkətlərdə, çeynəmə hərəkətlərində həmin dişə toxunmasın və pasientə məsləhət görəsik ki, həmin dişin nahiyəsində bir neçə müddət yemək yemə. Dişləmə, çeynəmək, çünki təzədir, yara təzədir də, oynaya bilər, oynamamalıdır implant. Bəli, eləyə bilirik, mən çox olur belə şeylər eləyirəm. Ön bölgədir, heç kəs, hamı işə gedir, insanlar içinə çıxır, heç kəs istəmir ki, bir dişi əksik gəlsin. Bəli. Hətta bir şəkil vardı, keçən dəfə demişdim, insanın birinin qaşı yoxdur, bir də dişi yoxdur. Onu normal insanlara göstərəndə deyirlər, dişi yoxdur. Biraz da diqqətlə baxanda qaşı olmur. Yəni birinci diş gözə batan şeydir. Ona görə İlk olaraq diş görünür. Bəli. Həm də gülüş xəttinin ən önəmli arqumentidir deyərdim. Yəni estetika vacibdir. Bəli, estetika vacibdir. Yəni burada artıq inanın heç buna estetika da demək istəmirəm. Çünki estetika deyəndə biraz insanlara itici gəlir bu mövzu ki, estetika, yəni sən gözəlliyini düşünürsən, amma bu özgüvən məsələsidir. Bu əlbəttə, yəni estetika funksiya ilə və sağlamlıqla təsdiqlənməlidir özünü. Yəni bunlar olduqda avtomatik estetik olacaq. Doktor, diş və diş əti xəstəlikləri hamilə bir xanımın hamiləliyini yekunlaşdırarmı? Hamiləliyini yekunlaşdırarmı? Bəli, hamiləliyinə zədə verərmi? İnanmıram. O qədər də inanmıram. Çünki diş xəstəlikləri əgər hamiləliyə zərər verməkdən öncə ananın özünə zərər verər. Hamilələrdə biz müdaxilələr eləyirik. İlk 3 ayında və son hamiləliyin 3 ayından başqa, yəni orta 2-ci trimestrdə bu dölün inkişaf dövrü ilə əlaqəli bir şeydir. Yəni burada diferensiasiya gedir, həssaslıqları var, həssas dövrlər var da hamiləlikdə. Ən stabil dövr orta trimestr, orta 3 aydır. Yəni 9 ayın orta 3 ayı. Bu dövrlərdə müdaxilələr eləyə bilirik. Keydici iynələr vura bilirik. Yəni burada əsas problem keydici iynənin vurulmasıdır. Yəni bunu da adrenalinsiz olanını vururuq. Amma ilk 3 ay və son 3 ayda da edə bilərik hər hansısa bir prosedur. Əgər ehtiyac varsa da, yəni təcilidirsə, şiddətli diş ağrısı falan, bir dəfə olsa ginekoloqun nəzarətindən, məsləhəti ilə eləyə bilərik. Doktor, əslində bizdə çox təəssüflər olsun ki, əslində niyə dişlə bağlı bunu soruşdum. Elə vaxt olur ki, məsələn, həm hamiləliyin yanaşı problemləri var, həm də buradan diş ağrıları baş qaldırır. Sözün əsl mənasında həkimlərə yazdığım gəlir ki, yəni neynəsin indi həkim? Yəni onun ağrısını da kəsməlidir, problem də həll olunmalıdır. O tərəfdən ginekoloq pis vəziyyətdədir. Əgər planlı şəkildə hamiləlik keçirməyi planlayırsa bir xanım, məsləhət bundan öncə diş həkiminə getsin. Yəni burada dişlərlə bağlı arası bir çürük
çürük varsa, narahatlıq varsa həll Buradan eləsin. ginekoloqlara da üst tutub deyirəm ki, yəni göndərin diş həkiminə. Sonradan siz problem özünüz də yaşamasın. problemlər yaşayacaqsınız. Bildiyim qədərilə əgər səhv eləmirəmsə bu Yaponiyada belədir. Çox ciddi yanaşırlar bu məsələyə və hamiləlik müddətinə qədər qadının mütləq diş problemləri həll olunmalıdır və heç bir çürük dişli qadın hamilə qala bilməz. Əslində burada həm də dövlət sığorta özünü sığortalamış olur ki, yəni sən canı başımıza oynaçma. Get problemlərini həll elə. Nə üçün hamiləlik zamanı dişlər çürüyür? Aha. Niyə çürüyür? Nə üçün çürüyür? Sizcə nə üçün çürüyür? Mən düşünürəm ki, yəqin kalsi çatmadığı üçün. Çünki uşaq istifadə edir axı onu. Əslində yox. Ən son kalsi dişlərdən gedir. Birinci sümüklərdən gedir. Eləmi? Bəli. Bəs niyə o zaman karies olur? Gedir, bəli. Qidalardan gedir birinci. Sonra depolar boşalır, sonra sümüklər, sonra dişlər. Yəni dişlər ən axırda kalsini verir. O zaman niyə xarab olur? Biz bilirik ki, hamiləlikdə izjoqa, mədə turşuluğu, qusmalar, qaytarmalar olur. Qusma qaytarma səbəbindən mədədəki turşular qalxır ağız boşluğuna və bu turşular dişlərə zədələyir. Turşu, mədədəki turşu dişləri zədələyir. Heç ağzımın ucundan belə bu keçməzdi. Bu mütəmadi olduqda, çox olduqda, yəni diş zədələnir. Bəli, bəzi hamiləliklər olur da çətin keçir, tez-tez qaytarırlar da, yeyə bilmirlər. Nəsə ağzına atır, qaytarır. Hamiləlik toksikozu. Durduq yerdə bəli qaytarır. Bu bir müddət, bir neçə ay belə davam edə bilər də. Bu əsasən də hamiləliyin başlarında. Mədə turşusundan olur. Mədə turşusu bəli. Və ağızda da turşuluq artdıqca İnandırım doktor, heç bir qadın bunu düşünməz. Yəni fikirləşək ki, bu kalsi səbəblidir. Sən demə kalsi ən sonuncu düşməsi. Əgər balaca bir karies var idisə, bu turşularından vəbşi böyüyür. Aydındır. Və sürətlə problem dərinləşir. Media Doktor. Sağlığın varlığındır. Media Doktoru dinləyirsiniz 105.5 FM-in dalğasında. Media Doktor bugün sizə təqdim eləyir ki, implantlarla necə davranmaq lazımdır, implantlar nə zaman necə yerləşdirilir, kimlərə olar, kimlərə olmaz. Bir sözlə implantla bağlı hər şeyi danışırıq bugün. Cavid Davudov studiyamızın qonağıdır. Efirimizə zəng etmək istəyən izləyicilərimizi, dinləyicilərimizi eşidə bilərik. Siz bizi həm Media FM-in saytında canlı izləyə bilərsiniz, YouTube-dan izləyə bilərsiniz və həm TikTok-da, həm YouTube-da, həm saytımızda demək olar ki, davamlı olaraq verilişlərimiz yerləşdirilir və izləyə bilərsiniz. Cavid Davudovla əlaqə saxlamaq istəyənlər 077 750 56 56 nömrəsini yığa bilərlər. Bir daha vurğulayıram, 077 750 56 56. Doktorumuz fasilədə çox maraqlı bir məqama toxundu. Xatırlayırsınızsa biz fasilədən öncə hamiləlikdə baş verən proseslərlə bağlı danışdıq ki, niyə qadınlar hamiləlikdə dişlərini itirir? Mən kalsi dedim, doktor dedi ki, yox, demək olar ki, dişdən kalsinin getməsi ən sonuncu məqamdır. Yəni qadın necə bir vəziyyətə qalmalıdır ki, onun dişindən kalsi çıxsın, çıxmayacaq. Əslində belə bir şey yoxdur. Söhbət mədə turşuluğudur. İlk 3 ayda, 4 ayda baş verən hamiləlik toksikozu zamanı qusmalar nəticəsində mədə şirəsinin ağız boşluğuna qalxması dişlərin zədələnməsinə gətirib çıxarır. Xüsusən də doktorumuz dedi ki, dişlərin boynu zədələnir, eləmi? Qaralmağa başlayır dibindən. Və bir məqamı vurğuladınız. Doktor, bunu mən istəyim xanımlarımızla paylaşaq. Ola bilər, hal-hazırda bizi dinləyən insanlar arasında da var belələri. Nəyə diqqət etmək lazımıymış? Belə hallar baş verdikdə dərhal məsləhət odur ki, dərhal qaçıb dişlərinizi fırçalamayın. Olur qaytarma nəticəsində o ağızdakı qoxu, turşuluq hissi xoş olmur, acılıq hissi xoş olmur və belə düşünürsünüz ki, dişlərimi fırçalasam pasta ilə, pastanın qoxusu ilə bunu ört-basdır edərəm. Amma biraz da dişlərinizi, aşılanmış dişlərinizi fırçalayaraq biraz da zədə verirsiniz. Yaxşı olar biraz gözləyin, çox narahatsızsa su ilə yaxalayın sadəcə. Yaxalamaq lazımdır sadəcə. Sadəcə ilıq su ilə yaxalayın ki, o turşu getsin. Bəli, həll olsun, azalsın. Su ilə durulaşdırın da sanki. Amma fırça vurmayın, pasta fırça vurmayın dişlərinizə. Adətən limon, alça falan yedikdən sonra da heç kəs gedib dişlərini fırçalamaq istəməz də, həssaslıq olur da, bəli, yəni fırçalaya bilməsən bu məntiqi deyil. Doktor, əslində onu da soruşmaq istəyirəm sizinlə. Mən məsələn alça həvəslisiyəm, bu arada mövsümüdür, duzla, nanə ilə. Doktor, məsələn, həqiqətən diş hiss edirsən ki, göynəməyə başladı, həssaslaşdı. Bu niyə olur? Turşulardır da, turşular. Alçanın turşusu mu eləyir bunu? Bəli, aşılandırır. İstər-istəməz duzla qarışması bir minada olan kristalları həll eləyir.
Bu sonra bərpa olunur mu? Həlli sonra bərpa olunur, bəli. Yəni o qədər də çox həll eləmir də. Bir müddət gözləyirsiniz, bəli. Bir müddət gözləyirsiniz. Burada iki proses gedir də, mineralların azalması, artması. Yəni bir dəfə minerallar tamamilə yoxa çıxır. Bu uca kariyesə çevrilir. Amma mütəmadi belə turş şeylər qəbul eləsəniz, onda bəli, azalma çox gedəcək və bərpa olma az olacaq. Mütənasib deməli, pozulur. O zaman diş daha həssas olacaq. Mütənasib balans pozulur da. Turşu sevərlərə bir xəbər oldu əslində bu. Çox turşu yemək balansı pozur. Diş sağlamlığına ziyandır deyə bilərik. Bəli. Doktor, bahalı implant yaxşı implantdırmı? Bahalı implant mövzu riski dəyişdi. Bəli, burada implantların qiyməti əslində elə belə təyin olunmur. Yəni implantın qiymətinin təyin olmasının faktorları çoxdur. Burada implantın istehsal olduğu ölkədən tutma, keyfiyyəti və həkim işi. Həkimin işi və əsasən həkimin işi, mən deyərdim. Yəni qiyməti təyin edən həkimin işidir. Çünki eyni implantı elə həkim var, ucuz qiymətə qoyur, amma elə həkim var, biraz baha qiymətə qoyur. Yəni burada mütəxəssis yanaşması da fərqlidir. Böyük rol oynayır. Bəli, mütəxəssis böyük rol oynayır. Belə gedib mağazindən implantların qiymətlərini soruşa bilərsiniz. O qədər də bahalı şey deyil. Yəni həkim çox üstünə qoyur deyəcəksiniz. Nəyə görə qoyur? Çünki məsuliyyətini də həkim daşıyır. Sabah bir sizin implantınızda nəsə problem olarsa, o məsuliyyəti həkimdədir. Gedib şirkətdən soruşmayacaq niyə belə oldu. Bəli, siz gedib şirkətdən deməyəcək, ya da ki, həkim gedib şirkətə deməyəcək ki, mənim implantım niyə belə oldu. Şirkət deyəcək ki, sən düzgün protokolla yerləşdirməmisən. Burada çox faktorlar var. İmplant yerləşdirdiyimiz zaman sümükdə o implantın yuvasının açılması necə olmalıdır? Bəzən çox aqressiv istifadə olunur, o yuva açan şeylər, sümük qızır, yanır, nekrozlaşır. Siz də oraya implantı yerləşdirirsiniz, əladır deyirsiniz. Amma bir müddət sonra implant düşür, nəyə görə? Çünki sümük nekrozlaşıb və bilməmisiniz. Çünki soyutma yaxşı getməyib. Həddindən artıq aqressiv sümüklə davranılıb. Bu var. Başqa çox, məsələn, sterilizasiya tam riayət olunmayıb, implant steril şəraitdə qoyulmayıb, ağız suyu ilə təmasda olub implant qoyulduğu zaman. Yəni bunları kontrol eləmək lazım. Bu da implanta təsir edir. Burada siz dünya ən bahalı implantını qoysanız belə gedib alıb, amma protokolu düzgün yerinə yetirməsəz, o implant dünya ən bahalı implant olmayacaq. Da yəni bahalılıq burada mütəxəssisdən asılıdır. Bəli, mütəxəssisdən asılıdır və bu bahalı implantları qoyan mütəxəssislər də zəmanəti verməli olur. Yəni verirlər ki, bu zəmanətli implant, bu ömürlük implantdır deyir. İşimin keyfiyyətinə əminəm. Bunu implant şirkəti də deyir. İmplant şirkəti deyir ki, mənim implantım bəli bahalıdır, o biri implantlara baxdıqda. Amma mən ömürlük sənə zəmanət verirəm, bir şərtim var. Mənim dediyim qaydada qoyulacaq implant. Belə şeylər də var. Bəli, mənim bəzən olur implant bu ağırlaşmalara aiddir, implantın boynu qırılır. Diş elə qoyuruq, ağırlaşmalardan sual verəcəkdim sizə. Bəli, diş qoyuruq, implant yerləşdiririk. Üzərinə diş qoyuruq, pasient gedir dişlə yemək yediyi zaman implant qırılır sümüyün daxilində. Bu nə üçün baş verir? Həmin nahiyəyə uyğun olaraq implant seçilməyib. İmplant incə implant seçilib. Dar implant seçilib, platforması nazik olan implant seçilib, divarları nazik olan və bu implantı çeynəmə, qüvvə çox olan yerə qoyulub. Orada artıq pasient o dişin üzərinə bir dənə diş təzyiq sıxarsa, bəli, o implant ortadan iki yerə bölünə bilər, diş qırılmasa belə. Yəni bu şeylər, bu uca protokolun pozulmasıdır. Sən dünya ən bahalı implantını da elə qoysan, qırılacaq. Ona görə yəni şeyə getməyin, firmalara getməyin, həkimə gedin. Deməli, firma əslində yaxşı iş gördürdünüz demək deyil. Yəni qiyməti də firma təyin eləmir, həkim təyin edir. Yəni həkim gördüyü işin qiymətini təyin edir. Firmanın yox, orada həkimin material rasxodu, material xərci o qədər çox deyil. Qazancı sadəcə çox olsa belə. Sadəcə mən işimi necə görürəm yanaşmasıdır. Bu sizin zəmanətiniz üçündür. Bu sizin yəni gələcəyinizdə problem yaşamamanız üçündür. Bu həkim təcrübəsini qoyub, həyatını qoyub bura. Bildiniz necə? Yəni ona görə qiymətdə istər-istəməz təyin eləməlidir. Doktor, implant qoyduqdan sonra qidalanmaya diqqət etmək önəmlidirmi? Bəli.
Nəyə diqqət implant edirik? qoyulan nahiyədə bir neçə gün yaxşı olar ki, yara olduğu üçün yemək yeməyək. Həmin nahiyədə. Hə. Məsələn, bütün ağız boyudursa necə? Boşluğunda biraz sulu qidalar. Daha asta qidalanma. Zaten dişsiz olan adam çox sərt yemək yeyə bilmir də. Normal yeyə bilər belə demək. Tam belə deyək, implantdan sonra əvvəlki qidalanmasına necə qayıda bilir? Neçə müddətə qayıda bilir insan? 2-3 gün. 2-3 gün, hə. Bildiyimiz diş çəkimindən sonra necə diqqət ediriksə o forma bir şey. Bəli. Ciddi bir müdaxilə diş çəkimindən sonra hətta diş çəkimində biraz gec qayıda bilir. Çünki diş çəkirik, yuva açıq qalır. Bəli, daha açıq yara var orada. Qidalar daxili, orada məsləhət ki, bir daha uzun. Amma ora implant qoyub üzərini tikişlə falan bağlayırıqsa və implantın üzərini də bağlayırıqsa, o yer artıq qapalı bir yerdir zaten. Daha tez sağalacaq və daha tez yemək bərpa olunacaq. Doktor, təşəkkür edirəm sizə. Çox sağ olun gəldiyiniz üçün. Bizim bugün studiyamızın qonağı Cavid Davudov idi. Həkim stomatoloq qonağımız 077 750 56 56 doktorun əlaqə nömrəsidir. Bir daha vurğulayıram, 077 750 56 56 çox rahat yadda qalan bir nömrədir. Müraciət eləyə bilərsiniz. Sizinlə mən idim Sona Boynuna. Media FM-in efirində Media Doktoru dinlədiniz. Özünüzə yaxşı baxın. Media Doktor, sağlığın varlığındır.